Mən Salam, salam. Açın kameralarınızı. Oh, maşallah, maşallah. Çoxdandır görüşmürük. Yayda bəziləriniz, təbii ki, bəziləriniz yayda da var idi. Digəri kimdir? Camal, kameranı aç. Süper. Böyümüsən. Leyla. Leylalar çoxdur. Fatimə yenidir. Camal yenidir. Sonra kimdir? Deməli, gəlin belə eləyək. Məni tanıyırsınız da, Konul Teacher. Camal, kameranı aç. İndi bir gərə deyəm də, filan kəs kameranı aç, bəhmən kəs kameranı aç. Uşaqlar, kameranızı siz nə vaxt bağlayacaqsınız? Mən sizə nələr izah edəndə. Okay? Camalla, deməli, Leyla, siz necə qohumsuz? Xalam qızıdır. xala qızı xalam. Ay Allah, nə qəşəng. Okay. Deməli, I am Konul Teacher. You know me. This is your first time at my lesson. Of course, I mean new ones. Deməli, hansı kitablardan keçəcəyik? İlk öncə mənə suallarınız varsa verin, mən cavablayım. Ondan sonra keçəcəyik birbaşa dərsə. Hər dəfə dərsləriniz 22:00-da olacaq, onu da deyim. Testlər işləyəcəksiniz. Qrammatikadan keçəcəyik. Onun üstünə söz günləriniz ayrıdır. Onun dərsimə dəxlisi yoxdur. O məsələyə adminlər baxır. Adminimiz hardadır? Hə, admin xanım, zəhmət olmasa qrupda inzibatçısınız, məlumat verərsiniz. Okay. Başqa sualınız var mənə uşaqlar? Ələlxüsus yenilər. Gəlin onda mən sizlə tanış olum. Zəhmət olmasa mənə deyin görüm. Camal, hardanıq? Azərbaycan hansı bölgəsindənik? Neçənci sinifik? My name is Jamal. I am 14. I living in Azerbaijan, Neftçala. Neftçala. Okay. Aydan. Müəllim ingiliscə deməliyəm. Ürəyin hansı dildə istəyir? İstəyirsən lap almanca de. Tovuz rayonundan 9-cu sinifdə oxuyuram. Okay. 10-cu sinifdə oxuyuram. Ona keçdi. Can 9-da qalmısan hələ. Fatimə. Bəli. Necəsən? Havalar necədir? Yaxşıdır müəllimə. Sən hardan qoşulursan? Bakıdan. Bakının harasından? Yasamaldan. Aha, əla. Getdik. Ramazanlı Leyla. Leylalarımız bu dəfə çoxdur. Ramazanlı Leyla. Bəli, müəllimə. Müəllim, mən yeni deyirəm ki. Yenə də hər kəs bir-birini tanısın da ona görə bunu soruşuram. Tamam o zaman. Əhəm. Mənim adım Leyladır. Uşaqlar, qırmızı xalçanız adı gətirin. Aha. Azərbaycanda yaşayıram. Özüm Naxçıvanlıyam, amma doğma böyümə Bakıda qalıram. Ha, bunu de abi. Aha. Bilmək istəyən olsa, Əlgəv Sabunçu rayonunda 22 nömrəli tam orta məktəb Firuz Bayramov adına tam orta məktəbdə oxuyuram. 9-cu sinifdə oxuyuram. Özüm də yaxşı oxuyuram. Information oldu ya bu. Okay, Cabrailova Leyla. Leylalarımız çoxdur. Gərək familiyalarınızla müraciət edeyim. Neçədə qalan 8-ci sinif. Ay Allah, ən balacamız deyəsən Leyla'dır. Qumru. Mən Neftçaldan qoşuluram. 10-cu sinifəm. Muğan liseyində oxuyuram. Təbriklər. Tamam. Təşəkkür edirəm. Okay. Badam Rəsulova. Salam, axşamınız xeyir olsun. Hər vaxt. Deməli, 108 nömrəli məktəbdə oxuyuram. Neftçalıyam, amma Yasamalda qalıram. Aha, Yasamallıları birləşdirərik. Okay? Yaxşı. Samidlə Badam qardaş bacıdırlar. Eyni məkanda böyük ehtimal, amma Samid tanıyaq səni. Sinifləriniz ayrıdır çünki. Mən xüsusən etdiyim adım Samiddir, soyadım Rəsulovdur. 158 nömrə məktəbdə oxuyuram, bitdi. Qutardı. Məni da dindirib dolaşdırmayın, hə? Sübhan. Adım Sübhandır. Neftçalda yaşayıram. 10 sinifdə oxuyuram. Bir səhər tam orta məktəbdə təhsil alıram. Denən papam da polisdir. Onu da deyib tam olsun.
Yaxşı. Saadət. Bakıdan qoşuluram. 10-cu sinifdə oxuyuram. 311 nömrəli tam orta məktəbdə. Əla. Şəhla. Cənub tərəfə gedək. Salam, Leş rayonunda yaşayıram. 10-cu sinifdə oxuyuram. Qrupun adını. Əla. Deməli uşaqlar, hamı qurtardı. Camaldan səhv etmirəmsə soruşdum, sadəcə düşdü axıra. Okay. İndi qulaq asın.